Annyeonghaseyo Urubun. Herkese salam dostlar. Necəsiniz? Bu günləri Əhmədlidə yeni açılmış Közbahçe məkanındayıq. Məkanın çöldən görüntüsü çox estetikdir. Gələk menyuya. Burada menünü sizinlə tanış eləyirəm. Mənə görə qiymətlər ortalama və münasib qiymətdir. Yeməklərə keçməzdən öncə xüsusi olaraq qeyd etmək istəyirəm ki, servis və xidmət gözlədiyimdən yaxşı idi. Gələk yeməklərə. İlk sifarişim dönər porsiyon oldu. Porsiyon olduqca bol idi. Doyumluluq baxımından çox qanetdi. İkinci isə atom məzəsi. Dadı möhtəşəm idi. Əgər acılı bir şey sevirsinizsə mütləq sınayın deyərəm. Xırçıltılı badımcan salatı mənim ən sevdiyim salatlardan biridir. Badımcanın həm yumuşaqlığı, həm xırçıltısı çox gözəl balans yaratmışdı. Təbii ki də olmazsa olmaz kartofili. Həm duzlu, həm xırçıltılı idi. Ət fəqətəsdə dadlı olsa da, lakin acı sevən biri deyilsinizsə, sınamayın deyərəm. Lakin yanında düyü ilə yesəniz acılığını apara bilər. Toyuq straganovda da toyuğun hissələri yaxşı pişmişdi. Sos isə yeməyə həm yüngüllük, həm də ki ləzzət qatmışdı. Qiymət açısından porsiyon da yaxşı idi. Teriyaki soslu toyuğa gəldikdə isə teriyaki sosunun aromatı yeməyə çox xoş bir dad qatmışdı. Düyü ilə birlikdə daha da dadlı oldu. Və gələk lahmacuna. Dadı tam olaraq gözlədiyim kimi idi. Həm yüngül, həm də doyurucuydu. Xəmiri xırtıldayan, ət və ədviyyatın nisbəti isə çox gözəl tənzimlənmişdi. Belə videoların davamını gəlməsini istəyirsinizsə kanalıma abunə olub videoları bəyənməyi, yorum yazmayı unutmayın. Sıxdımsa haqqınızda halal edin. Annyeonghaseyo.